Əziz xanımlar, bugün klimakterik dövr haqqında məlumat vermək istəyirəm. Əgər klimakterik dövr başladısa, o zaman xanım nə etməlidir? Əziz xanımlar, ilk öncə deyim ki, klimakterik dövr əsasən 50-55 yaşlı xanımlarda müşahidə olunur və bu dövrdən sonra xanımlarda menopauzal dövr başlayır ki, hansı ki bu menopauzal dövrdə də qadınlarda cinsi hormonun azalması müşahidə olunur. Menstruasiya kəsilir, cinsi hormonlar azalır və bir sıra dəyişikliklər müşahidə olunur xanımlarda. Xanımlar özlərini çox yorğun, narahat hiss edirlər, istik gəlmələr, tər basmalar müşahidə olunur, ürək qan damar sistemi problemlər, dərinin elastikliyin azalması, turqorun düşməsi və lakin bu kimi dəyişikliklər müşahidə olunur. Məhz bu dövrdən sonra tez sürətli qocalma əlamətlərini xanımlar özlərində hiss edirlər. Bəs nə edək? Nə edək ki, biz sağlamlığımızı qoruyaq və nə edək ki, gözəlliyimizi qoruyaq, belə deyim. İlkin olaraq demək istəyirəm ki, bu dövrdə vitamin terapiyaları aparılmalıdır. Mütləq vitamin terapiyaları aparılmalıdır ki, qadınlarda bu deməli çatmamazlığı aradan qaldıraq. D vitamini mütləq yoxlanmalıdır və profilaktik olaraq təyin olunmalıdır. Maqnezi preparatı hansı ki, son dövrlər çox aktualdır, qəbul olunmalıdır. Sinir sisteminə müsbət təsir göstərir. Hansı ki, klimakterik dövrdə olan qadınlarda sinir sisteminə bağlı gərgin hallar, nevroz halları, hətta panik atak halları belə müşahidə olunur. Digər bir bu dövrdə A vitamininə zəngin qidaların istifadəsi, D vitamininə zəngin qidaların istifadəsi, eləcə də bitkilərdən alınan fitoestrogenlərin təyini həqiqətən də müsbət təsir göstərir. Lakin bunları istifadəsi mütləq həkim təyinatı ilə aparılmalıdır ki, əlavə təsirlə müşahidə olunmasın. Mütləq osteoporoz, sümük zəifləməsi əlamətlərini nəzərimizdə saxlamalıyıq. Kalsi preparatlarının istifadəsi aparılmalıdır. Bəzən kalsiumun sorulmasının zəifləməsi müşahidə olunur ki, buna da mütləq diqqət etmək lazımdır. Fosfonatların istifadəsi aparılmalıdır. Yəni bu dövr elə bir dövrdür ki, bu dövrdə geniş nəzarət olmalıdır xanımlara, belə deyək. Xanımlar nəzarətdə qalmalıdırlar. Eləcə də qlutatiyon tərkibli preparatların istifadəsinə də çox üstünlük verilir. Hansı ki, fitoestrogen tərkib bir sıra bitkilərdə bu qlutatiyon rast gəlinir. Həmçinin bəzənsə artıq ağırlaşmış hallarda sidik sistemində, cinsiyyət sistemində olan problemlər, osteoporoz və s. kimi hallar müşahidə olunur ki, bəzən estrogenlərə də istifadəsini aparmaq olar. Və əlbəttə ki, lazer terapiyada yaranmış cinsi istəksizlik, vaginal quruluq, bu kimi halların aradan qaldırılması, stres sidik qaçırma, askırma, öskürmə zamanı olan stres sidik qaçırma hallarını aradan qaldırmaq üçün bizə yenə də lazer terapiyaya kömək olur. Hansı ki, müasir dövrdə möcüzəvi bir müalicə üsuludur. Bu müalicə üsulundan biz uşaqlıq yolunda fibroblastları cəlb edərək kollageni artırırıq və qadınların sağalmasına, uşaqlıq yolu florasına müsbət təsir göstəririk. Hər birinizə sağlamlar arzu edirəm.